Salam, hər vaxtınız xeyir. 35 sınaq test kitabından 14-cü testin izahı. Birinci sualda deyir, A-nı müəyyən edin. A nədir? Karbon atomlarının sayı minimum olan doymuş bir atomlu spirtdir. Sinflərarası izomeri var. Ümumi sigma raddə sayda A-dır. Tərkibində minimum sayda karbon atomu olan və sinflərarası izomeri olan spirt. Bu təbii ki, siniflərarası izomer doymuş bir atomlu spirtlər sadə efirlərlə yaradır. Sadə efirlər də 2 karbonu olan sadə efir olduğuna görə 2 karbonu olan doymuş bir atomlu spirt düşünməliyik. Bu da etil spirtidir. Etil spirtin molekulunda da, bax görürsünüz, molekulda deməlidir. Molekulunda ümumi sigma raddə sayı, yoxsa ümumi sigma raddə sayı nə? Neçə molunda? Yəni molekul deyəndə biz bilirik ki, bir formulundan baxırıq. Amma deməyəndə bilmirik necə baxmalıyıq. Bu müəmmadır. Düzgün deyil o cür vermək. Burada da sigma rabitənin ümumi sayı, əgər molekul üçün baxsaq, indeksləri toplayıb 1 çıxmalı, 7, 8, 9, 8 olacaq B variantı. Deməli, ikinci sual. X-in duzun 100 qram təmin edilir. Bu qədər, bu qədər. Duzda Y-in kütlə payı bu qədər. Bəli. İkinci sualda X-in YO4M duzu 100 qramı bizə 0,5 mol X müsbət 0,175 mol YO4 mənfi iyonları verib. Bu tip sualda nə etməliyik biz? Bu iyonları ən kiçik tam ədədə gələcək şəkildə böyütməliyik. Və burada da bunları tam ədədə gətirəcək şəkildə 2-yə vursaq 1 eləyir, 1,5. Bu 2-yə vurmaqla olmur, 4-ə vurmalıyıq. O zaman bu eləyir 2, bu da eləyir 3. Demək ki, bu formul X2, YO4 3 imiş. Və 4-ə vurduğumuz üçün bu verilən kütləni də 4-ə vuraraq bu maddənin emerinə gəlmiş oluruq. Deməli, emeri 400 imiş. Duzda da Y-in kütlə payı 24%. Yəni 400-ün 24%-i Y-in kütlə payıdır. Y-də 3Y. 3Y bərabərdir 400 vurulsun %24-ə. Bu eləyər 4 vur 24. 24 ilə 3 ixtisar getsə 8. Y-in emeri 32 imiş. Ayrı 32 imiş. Və X-in nisbi atom kütləsi hesablanır. Sadə bir riyazi hesablamadır. Yəni 2x plus Y bilirik 32'dir. 32 o da bu 32 64 96'nı 3'ə vursaq eləyər 288 bərabər 400. Buradan da x-i tapmalıyıq. 56. Cavab verir. Üçüncü suala baxırıq. Bu reaksiyada 4 mol dəmir və 15 mol sulfat reaksiyada daxilsə dəmir neçə faiz reduksiyonlar. Reaksiyanı ilk öncə yazıb əmsallaşdırmaq lazımdır. Əmsallaşdıranda burada əmsallar əzbər yadındadır. Dəmir 6, 3, bəli 6. İndi 4 mol dəmir, 15 mol sulfat götürülsə, ilk öncə baxmalıyıq ki, bunlardan hansı tam reaksiya girəcək. 2-nin 6-ya görə baxsaq, dəmir tam reaksiya girər. Bu sulfatın nisbəti daha böyük edir. 15 bölü 6, bəli 2,5 edir. Deməli, dəmir tam reaksiya girəcək. İndi 4 mol dəmir, sıfırdan gəlir 4 mol dəmir. Dəmir 4 yazaq da 3 müsbəti. Bu zaman 12 mol elektron verilir. 12 mol elektron neçə mol kükürdü tam reduksiya eləyər, buna baxmalıyıq. Kükürt burada müsbət altda müsbət 4-ə gələr, reduksiya olunur. Yəni S müsbət altda müsbət 4-ə gəlir. 2 mol elektron alır. Yəni 1 mol kükürt 2 mol elektron alaraq reduksiya olunur. Bəs 12 mol elektron alsa neçə mol reduksiya olunur? 6 mol. Deməli 6 mol sulfat turşusu reduksiyonlar bizə verilib sulfat 15 mol. 6 bölü 15 vur 100. 6 bölü 15. Bu da eləyər 40%. Cavab B olacaq. Dördüncü suala baxırıq. Bu məsələni əslində başqa cür də eləmək olardı. Yəni reaksiya üzərindən bəs necə eləyərdik?
Baxın, reaksiyada 2 mol dəmir reaksiya girəndə kükürdün 6 moldan, yəni sulfat 3 molu reduksiya olunur. 3 mol reduksiya olunur. Bəs 4 molu reaksiya girsə neçə mol reduksiya eləyər? Olunar 6 molu. 6-nı yenə də verilən sulfatın hamısına ümumi 15-ə bölüb 100-ə vururuq. 40% eləyəcək. Dördüncü suala baxırıq. Burada bir silək. Benzol və tolol qarışığı C6H6 və C6H5CH3 qarışığı 8 moldur. M qram qarışığın kalium permanganat ilə oksidləşməsindən sonra kütlə M plus 60 qram olur. İlkin qarışıqda benzol mol sayını hesablayın. Burada oksidləşmə zamanı tolol benzoy turşusuna çevrilir. Yəni burada məntiq bunlar arasındakı kütlə fərqidir. Benzol oksidləşmir. Tolol benzoy turşusuna çevriləndə C6H5 fenil radikalında bir dəyişiklik olmur. Sadəcə CH3 isə COH-a çevrilir. Yəni burada da CH3-dən COH-a gəliş vardır. Yəni normal bunu görəndə görə bilirik ki 15-dən 45-ə gəlinib və kütlədə 30 qram artım var. 30 qram artımda 1 mol tolol oksidləşər, 1 mol tolol reaksiyaya girər. Bəs əgər M qram qarışıq, qarışıq M imiş, olub M plus 60 olubsa, deməli 60 qram artım var. Bəs bu 60 qram artım olanda neçə mol tolol olub ki, bu qarışığın içində reaksiyaya girib. Bu da eləyir 2 mol. Deməli, ilkin 8 molluq qarışığın 2 molu tolol imiş, onda 6 mol da benzol imiş. Benzolun mol sayını faizlə hesablayın. 6 böl 8 vur 100 və 4-də 3 75% A variantı olacaq. 5-ci suala baxaq. Deyir ki, 20% duz məhlulundan suyun 75% buxarlandırılarsın. Bu tip suallarda özünüzdən 100 qram məsələn 20% duz məhlulu deyə bilərsiniz. Bunun içində faktiki var 20 qram duz və 80 qram su. Suyun deyir 75% buxarlanır. Siz burada buxarlanan yox, qalan su bizə maraqlıdır ki, buxarlanmadan sonra məhlulda nə qədər su qalacaq? 75% buxarlanırsa 25% qalır. 80-in də biz %25-ini tapsaq, bu da eləyər. Niyə 2 dənə sıfır apardım? 4'ə bölmə deməkdir. 80-i 4'ə bölsə 20 qram su qalar. Demək, buxarlanmadan sonra 20 qram su qalar və buxarlanmadan sonra məhlulumun tərkibi baxın budur. 20 qram duz, 20 qram su. Bu da duz su eynidirsə 50%li məhlul olar D variantı. 6-cı suala baxırıq. Deyir ki, X 2x plus y 2z reaksiyamızda başlanğıc mol miqdarları 8 və 6-dır. Tarazı halında qaz qarışıq 12-dir. Əksinə gedən reaksiyanın sürət saatı 0,4-dür. Düzünə gedən reaksiyanın sürət saatı A-dir, V-ni 1. Əksinə gedən V düz, K düz böl K əks, K tarazlığı ifadə edir. Taraz sabitini tapıb K düzü tapacaq burada. Bunun üçün də başlanğıc sərf olunan alınan tarazlıq yazsaq. Reaksiya tarazlığa gəlmək üçün ilkin maddələr əmsallar nisbətində sərf olmalıdır. Məhsul da əmsallar nisbətində alınmalıdır. 2x, x sərf olunsa y, daha doğrusu x qədər də y sərf olunur və 2x da z alınır. X-in tarazlığı 8 minus 2x, y 6 minus x, bu da 2x olur. Tarazlığında qaz qarışığı 12 moldur. Bunların cəmi 12 moldur. Yəni cəm də 8, 6 elədi 14. Minus x bərabərdir 12. X eləyər 2. X-in 2 qiyməti tarazlıq anında ifadə də nəzərə alsaq hər biri üçün. Bu olar 4, bu da olar 4, bu da olar 4. Bəli. Və qabın həcmi 1 litr demək tarazlıq qatılıqları elə tarazlı mollar üçün baxa bilərəm. Onda K bərabərdir. Yəqin ki, bunlar hamısı qazdır. 4'ün kvadratı bölünsün, 4'ün kvadratı vurulsun 4. Getdi, cavab elədi 0,25. Bu da KT idi. KT, K düzün, yəni A-nın. K əksə, yəni 0,4-ə nisbətidir. A da bərabər olacaq. 0,4 vurulsun 0,25, 0,1. Cavab C variantı. 7-ci sual. Alkinin tam xlorlaşmasına 2N-4 mol xlor lazımdır. Bu alkində rabitədə iştirak edən
hibrid orbital sayını müəyyən edin. Fərz eləyək alkinimiz CX H2x-2 olsun. Buna rabitədə iştirak edən hibrid orbital sayı 4x-2 pi düsturunu qeyd eləsək 4x-4 edir. Sadəcə biz bunu n ilə ifadə eləməliyik. Bəs alkinin tam xlorlaşmasına nə qədər xlor lazım? Biz bilirik ki, 1 mol alkinin xlorlaşması, yəni birləşmə reaksiyasına 2 mol xlor, reaksiya girir CX H2x-2 xlor 4 və əlavə olaraq buradakı hidrogen sayı qədər də, molekuldakı hidrogenlərin sayı qədər molda da xlor əvəz etməyə sərf olunur və toplam deməli 2x-2 və 2-ni toplasa alkinin tam xlorlaşmasına 2x mol xlor lazımdır. Və bizdə də deyir ki 2n-4 mol xlor lazımdır. Alkinin 1 molunun deməli daha düzgün idi. İndi burada biz 2n-4'ü bərabər 2x-i bərabər eləyək. 2x bərabərdir 2n-4'ə və x-i tapsaq hər tərəfi 2-yə bölsə x bərabər olaraq n-2. n-2 ifadəsini burada yerinə qoysaq 4 vurulsun n-2-4. Bu da olar 4n-8 -4. 4n-8 4n-12. Cavab Y variantı olacaq. 8-ci suala baxırıq. 8-ci sualda X elementi dövr sistemin 4-cü dövr 6B'də yerləşir. Deməli bu 4s2 3D 4 olmalıdır. Sadəcə belə olmurdu verirdi. 4 olmurdu. 4s1 3D 5. Y-də 3s2 3p4'dür. Bunların elektron sayıları bu 24 elektronludur. Bu da 16 elektronludur. İndi biz burada valentə görə işləyə bilmirik. Çünki D elementləri üçün konkret valent qaydası demək olmur. Biz sadəcə bu atomları o sayda götürməliyik ki, elə sayda götürməliyik ki, 96 mol elektrona gələ bilər. Məsələn, fərz elə X-dan 3 dənə götürsək, 3 vur 24 elə birbaşa 96 eləyir. Yəni bu formul təkcə X-dan ibarət ola bilməz ki, ona görə X-i 3 dənə götürməyəcək. Bu ifadələrdə X ya 1 dənə ya da 2 dənə olmalıdır. Fərz elə X 1 dənədir. 1X 24 elektron verər. Plusda neçə Y olmalıdır ki, 1 Y-də 16 elektron var. 16-nı vuraq fərzi A-ya bərabər olsun 96-ya. 96 çıx 24 böl 16. Bu da Y-in gərək 4,5 olması deməkdir ki, belə bir formul yoxdur. X-in 2 olan variantını düşün. Əgər X 2 dənə olsa, bu 48 elektron deməkdir. Plus 16 vur A bərabər 96. 96-dan 48 çıxsa 48. 48-də 16-ya bölsək A eləyər 3. Deməli, Y 3 dənə olsa, bu formulda bu elektron saylarına görə 96 mol elektron olar. Birləşməsinin molekulunda bu sözləri nə qədər mən düzəldirəm. Hardan götürüb bu sualları müəllim bilmirəm. Deməli, sonra 9-cu sual. Qrafik açıq qabda aparılan reaksiyada kütlə qabda olan maddə kütlə zamanlamasını ifadə edir. Nə? Reaksiya açıq qabda aparılan reaksiyada qrafik açıq qabda aparılan kütlə söz qabda olan maddə kütləsinin zamanlaması qrafiki. Yəni bu tip bərk maddə kütləsinin zamanlamasını ifadə edir kimi düşünək. O zaman qabda bir maddə qalmamalıdır. Yəni aydındır. Yəni məsələn deyək ki, bu bərkdir, bu oksigen qazdır. Qaz uçub gedəcək, bərk hələ də qalacaq. Yəni tam sıfıra düşmə olmaz. Amonium hidrokarbonatdır. Amoniyak qazdır, CO2 qazdır. Bu mayedir. Su qalacaq qabda. Çünki qabda olan maddə kütləsinin bu da sıfıra düşməz. Yenə burada oksigen qazdır, uçub gedəcək. Natrium nitrit bərkdir. Qabda maddə qalacaq. Bu da olmaz. Amma diazot monoksid qazdır, uçdu, fərz eləyəcəkdi. Su, maye də qabda qalacaq, bu da olmaz. Yəni cavab yoxdur. Niyə cavab yoxdur? Bu suallarda şərti düzgün qurmurlar. Düzgün odur ki, qabda olan bərk maddə kütləsinin zamanlılığını ifadə edir deməlidir. Yəni bu qrafiki bizdə bərk maddəyə görə istəməlidir ki, bu qrafiki biz düzgün işləyə bilək. Yoxsa maddə kütləsinin, su uçub getmir axı. Aydındır. Ona görə də burada bir dənə də ehtimal var ki,
Fərz eləyək ki, bu temperaturda burada alınan su qazanda olar. O da uçub gedər. O da uçub gedər. Qabda maddə qalmaz. Və yaxud ondan sonra tam parçalanma sözünü də deməlidir burada ki, biz baxaq. Yəni şərtdə əskiklik var. Şərt tam olanda bu tip sualı daha düzgün ifadə etmək olur. Yoxsa hə, bəlkə maddəyə görə baxaq, özümüzdən bir iş quraq, nətər deyim, özümüzdən şərti düzəldək görə baxaq. Yoxsa ki, bu şərtdən bu sualın cavabı çıxmır. Nəysə, biz necə baxacağıq? Qrafikdə açıq qabda aparılan reaksiyada qabda olan maddə kütləsini, bərk maddə kütləsini zamanla asılan ifadə edir və reaksiyada tam parçalanmayı fikirləşəndə, bəli, cavabı biz 2 və 4 götürə bilərik. Çünki bərk maddə, bərk məhsul alınmır. Deməli, xlorpren molekulunda ikinci karı xlorpren CH2, 2 qat CH, xlor. İkinci karbon burada. Gördüyünüz 2 nömrəli karbon budur. Birinci karbon 1 nömrəli karbon da budur. Oksidaşma dərəcələri. Buradakı 1 nömrəli. Bu birincini niyə ikinci yerdə verib? Nəysə. Bu eləcə -2, bu da -1. Bunların da cəmi eləyər -1. A-B fərqini istəyir. Bir dəqiqə. A -1, B -2. 1 çıxılsın -2 olacaq 3. A variantı. Metal X tuzun suda bəli. Metal X tuzu katoda yalnız qaz alınırsa, demək bu metal aktiv metaldır və məhlulda 0,8 mol qələvi alınır. Qələvi alınırsa, deməli bu aktiv oksijensizdir. Natrium xlorid kimi, kalium florid kimi. Anodda neçə litr qaz ayrılar deyir. Anodda neçə litr qaz ayrılar. Metal X plus HOH, katodda H2, anodda X2 plus metal OH. Əmsallaşdırsaq 0,8 mol qələvi, 0,8 mol. Anodda neçə litr qaz? X litr. Bu 2 mol alınanda bu da 22,4 litr. X da bərabərdir 8,96 litr. Cavab. Amma mən bunun üçün daha orijinal üsul təklif edirəm. Əgər metal X tuzun suda məhlul elektron zaman katoda yalnız qaz ayrılırsa, deməli katoda suyun reduksiyası baş verir. Katoda suyun reduksiyası baxın belə baş verir. Katoda su reduksiya olunursa H2 çıxır və OH mənfi yaranır. Bu OH mənfi metal OH verəcək. Əmsallaşdırsaq, deməli bunu necə əmsallaşdıraq ki, Allaha xoş getsin. Bura bir dənə 2 ataq, burada 2 atsaq, 2 düzəldi. Düzəldi də 2, 2, 4, 2, 2, 4. Bəli. Yəni, o deyir ha, qələvi 0,8 mol qələvi alınır. Bu metal OH qələvi 0,8 mol bura yazırıq. Amma burada bir də bizdən anodda neçə litr qaz alınır. Anodu istədiyi üçün biz katodu tapa bilirik. Anodu istədiyi üçün elə bu reaksiyanı belə yazmaq daha məqsəd uyğundur. Amma katodu tapıb da anodu tapmaq olarmı? Yox. Əgər katodda istəsəydi, mənim dediyim daha bir orijinal səslənərdi. Amma hal-hazırda bu üsulla eləmək olmayacaq. Çünki biz katodu tapmış olacaq. Əlavə vaxt ikisi oldu. Heç anod sözünə fikir verməmişdim. Bu üsulu yazmağa başlayarkən. Burada söz yox, tapdıq. Amma burada fikir vermədi. Neysə, bu demək istədiyim bu deyil idi. Heç uzatmadan keçək növbəti suala. 0,8 mol duzdan hazırlanan məhlul qatlığı bu qədər məhlul. Deməli 0,8 mol duzdan hazırlanmış məhlul qatlığı bu qədərsə, məhlulun həcmi nə qədər imiş? V1 desək. Mol 0,8 bölünsün 0,32. Bu da eləyək. 0,8 bölünsün 0,32. 2,5 litr. İndi biz məhlula 1,5 litr su əlavə eləsək, son məhlul olacaq 4 litr. Mol onsuz da dəyişmir də. Mol
0,8 mol duz var idisə, biz ora su əlavə eləsək də mol sabit qalacaq. Onda C2 bərabər olacaq 0,8 bölünsün 4. Bu da 0,8 eləyər, 0,2 eləyər A variantı. 13-cü sual. Alkenda deyir ki, polyar kovalent rabitələrin sayı 2n plus 4'dür. Bu demək ki, H sayı 2 anda 4. 2n plus 4'dür. Amma normalda alkenda CX H2X desək, hidrogen sayı 2x'dir. 2x 2n plus 4'ə bərabər eləsə, x bərabər n plus 2. Deməli, alkenimizin n plus 2 karbonu var imiş. Hibrid orbitalların sayı alken üçün, x sayda karbonu olan alken üçün 4n-2 pi düsturu ilə düşünsək, 4n-2 eləyər 4x. X-in yerinə də n plus 2 qoysaq, 4n plus 6 cavab D variantı. 14-cü sual. N mol miqdarda deməli N2 plus 3H2 2NH3. Reaksiya eyni mol miqdarı deyirsə, hökmən və hökmən reaksiyanın nəzəri hissəsinə baxaq. 1, 3, 2. Eyni mol deyirsə, hər ikisinin 3 ilə. İkisinin sərf olunandan böyüyünə götürsək, hidrogen bitəcək, amma azotdan 2 mol qalacaq. Və reaksiya mol nisbətlərinə görə də 2 mol amoniyak alınacaq. Deməli, o deyir, reaksiyadan sonra qaz qarışığı. Eyni mol miqdarda N2 və H2-nin tam reaksiyasından bilirsiniz. Bu belə deyir, burada nə olsun eyni mol miqdarda götürüb, reaksiya tam getməsə hidrogen də artıq qala bilər. Yəni şərti düzgün verməyi vacibdir. Şərt düzgün verilməlidir ki, düzgün də işlənsin. Yəni ürəyində tutduğu budur. Amma sözü düzgün ifadə edilməyib. Onu demək istəyirəm. 2 mol, 2 mol. Əgər qaz qarışığındakı qazların molları eynidirsə, onların ömürtası ədədi ortadır. 28 plus emirlərini toplayıb bölün 2-yə. 17 bölü 2. 22,5 C variantı. 15. 1,5 dixlor 3 metil heksan. Heksan 1, 2, 3. Buna biz sinklə təsir eləsək, dərs sahında mən bunu necə daha düzgün yazaraq demişdim. Bir xlordan digərinə doğru nömrələr. Nömrələrə uyğun zəncir, qapalı zəncirə keçək. İstədiyimiz bir yerdən nömrələyək. Və baxırıq ki, bizim dialogenli törəmənin 3-cü karbonda metil var, bir də 5-ci karbonda metil var. Sonra bu nömrələri silirik. Bu nömrələr sadəcə zəncirdəki, dialogenli zəncirdəki metilləri bura düzgün daşımaq üçündür. Metil birləşən karbonların birindən nömrələsək, 1,3 dimetil disklopentan alarıq. Cavab variantı. 16-cı sual. X plus Y, Z. Birinci tarazı qalında bunlar 2, 3, 6'dır. Molları, qabın həcmi 1 litrdir. Onda K tapsaq 6 bölü 2 vur 3, 1. K ikinci halda da dəyişməyəcək. Birinci tarazı qalı ikinciyə görə başlanğıcdır. Burada deyir ki, neçə mol Z əlavə olmalı ki, Z plus bir dənə X yazsaq, ikinci tarazı halı alansın. İkinci tarazı qalında da Z fikir verin 5'ə düşüb. Yəni 1 mol, bir dəqiqə. Z gərək 1 minus X mol sərf olunur. 1 plus X mol sərf olunur. Sən evet üçün Z-i niyə verməsən? Çünki biz Z-ə X əlavə eləsə, Z olur 6 plus X artıq. İkinci tarazlıqda da Z-in 5 olması üçün bunun 1 plus X sərf olması lazımdır. Çünki bu 6 plus X-dir. Bu A qədər fərzə sərf olunub 5'ə gələcək. A-nı bu tərəfə keçirsək, bu 1 plus X edir. Bu 1 plus X sərf olsa, bu 1 minus X artacaq. 1 plus X artacaq. Bu da 1 plus X artacaq. Bu olacaq 3 plus X. Bu olacaq 4 plus X.
və k-nı hesablamalıyıq. Bu sistemdən bu diskriminanta falan gedib çıxacaq. 100% burada istəyirlər şərt dəyişələr, amma səhv şərt dəyişirlər. 1 bərabərdir, 5 bölünsün, 3 plus x vurulsun, 4 plus x. Bu da Allah'ım bu ne eləyəcək? Müxtəsər vurma düsturu 3 4'ün 12 plus 3x plus 4x plus x kvadrat bərabərdir 5. Deməli x kvadrat plus 7x plus 12'dən 5 çıxsaq neçə edir? 7 bərabərdir 0. Bu diskriminanta gəlir, çıxır. Diskriminant açıq mənim yadımda deyil. Bunu indi mən o internetdə olan necə deyim, riyazi proqramlardan biri ilə həll edeyim, x üçün kök tapım. Səhvimsə d kvadrat bərabərdir necə hesablayır? 8-ci sinifdə axırıncı dəfə diskriminant hesablamışam. B kvadrat minus 4ac idi, nə idi? B bu idi. 4a 1'dir. C də budur. 49 minus 4 vurulsun. Hələ hesablayaq, bəlkə bizə cavab çıxdı. Amma məncə bunu belə düşünməyiblər. İndi onların düşündüyü şəkildə mən göstərəcəm. 100% mənim dediyim olacaq. Vurulsun 7. 49 çıx 28. Bu elədir 21. Sonra x-i tapanda kökləri, diskriminant kökləri necə tapılırdı? Qətiyyən yadımda deyil. Bu videonu burada bir dənə saxlayayım. Bunu bir dənə həll eləməyin yolunu tapım, sonra davam edeyim. Çünki bu mənim yadımda deyil. Heç vaxtda kimyada diskriminant həlli gəlmir adətən. Bunu mən özüm niyə deyirəm ki, sizin hər kəsin birlikdə axtaraq. Kvadrat tənlik diskriminant köklər. Köklər düsturu. Nədir? Bir dəqiqə burada baxım ona. Bir dəqiqə. Aha, bu da x1 bərabərdir x2 mənfi b bölünsün 2a. Mənfi b bölünsün 2a. Mənfi b bölünsün 2a. Bir dəqiqə, bu nədir bəs? D-ni biz niyə tapdıq? D nə işə yaradı orada? Mənfi b, b kvadrat plus 4ac. Mənfi b plus minus b kvadrat minus 4ac. B kvadrat minus 4ac. O d idi də. D-ni tap, bəli. Mənfi b. B-in mənim neçədir burada? Bu b-dir 7 minus 21'dən kök neçə çıxar ki? 4 onda 5 7 çıxdı. Mən də bunu həll eləyirəm hələ. Bölünsün 2. 1,125. Tamam, 1,125 əlavə edəm. Gəlin baxaq cavab varmı? Yoxdur, təbii ki, olmayacaqdır. Nəysə, bu onsuz da vacib deyildi bunu hesablamağım, amma yenə sonuna qədər getdim. İndi bunlar necə fikirləşiblər? Qoyun mən sizə deyim. Səhvdir, amma elə fikirləşiblər. O düşünüb ki, indi bu testi kim yazıbsa, deyib ki, bu 6 imiş, 5'ə gəlibsə, demək bu 1 sərf, 1 azalıb. Buna 1 artacaq. Bu olacaq 3, bu olacaq 4, bu da olacaq 5 plus x. Düşüncə. K da 1'dir. 1 bərabərdir. 5 plus x bölünsün 3 vur 4. 5 plus x bərabərdir 12, x da bərabərdir 7. Cavab 100% 7 veriblər, amma səhvdir. Belə ola bilməz. Bu düzgün deyil. Burada z-i əlavə edib. Özdə deyir z əlavə olunmalıdır. Olmaz belə. Düzgün deyil. O bayaq elədim ha, diskriminant. İndi diskriminantı bilmirəm. Sonunu düz gətirdim yoxsa yox. İndi bilənlər onun sonunu düz gətirirsə, oradakı cavab olmalıdır. O cavab neçə çıxsa odur. Həlli odur. Düzgün şəkildə cavabı tapmasam da birinci həlli idi. Neyse, Rex alınan duzda iyon rabitələrin sayı burada kalium 3PO4 olur. Burada iyon rabitələrin sayı metalin indeksi vurulmasıyla 3'dür. İyon rabitələrin
Duzda iyon reaktan sayı A bərabərdir 3. B bərabərdir. Mərkəz atomun valentliyi 5. 3 bölü 5 0,6. Eğer H tipli uçsuz birləşmə əmələ gətirsə, bu demək 7-ci qrupda. 7-ci qrupda da R2O5, R2O7 olacaq. NH2MP5. Alkan CnH2n plus 2'dir. Ümumi atomların sayı A plus 5'dir. Hidrojen atomların sayı A'dır. Ümumi atomlar hidrojen A 5% az. Ümumi atomlardan hidrojen 5% az olsun da 3n plus 2'den hidrojeni 2n plus 2'ni çıxsaq 5 alırız. Ben bərabərdir 5. Bir də baxım C5H12. Ümumi atomlar 17'dir. 12 çıxsa, 5 cavab elə 5-dirsə variant. 20-ci suala baxaq. Natrium nitrat tuzosuna 100 ml suda verir. Buna diqqət eləyək. Deməli, 440 dərəcədəki 500 qram doymuş məhlulun temperaturu endirir. 40 qram nanoid çökür. 500 qram doymuş məhlul. İndi bizim 40 dərəcədə doymuş məhlumuz qrafikə görə 100 ml suda həll olmuş 25 qram duz varsa 125 qramdır. 125 qramdan 25 minus A çökmə olur. Amma şərtə görə 500-dən deyir 40 çökür. Heç A-nı buradan bu tənasübdən tapacağıq. Deməli 500-dən bir dənə 40 ixtisar aparsam, buradan 12,5 qalır. Bununla da bu ixtisar getsə burada 10 qalır. 25 minus A bərabərdir 10. A da bərabərdir 15 qram çökmə olacaq. B variant. 21. Sis və transformerləri olan alkil molekulu sp2-4 alır. Rabitə yaradan bütün orbital sayının 25% təşkil edir. Alkil nə olur olsun? Neçə karbon olur olsun? Sis trans olur olsun? Olmur olması. Yəni ümumiyyətlə nə olur olsun? Alkildə sp2-4 həmişə 6-dır. Və bu bütün orbitalların 25% təşkil edir. Bütün orbitallar nədir? Bəs valent cəmi. Alken, CnH2n, valent cəmi. Karbon 4 valentli, hidrogen 1 valentli olduğunu nəzərə alsaq, 6n-dir bütün orbitallar. Bu da 100%dir. N4. Deməli bu C4H8-dir və sis trans domenləri olan deyirsə, bu məcburən bu T2 olacaq. Səmərəli istəyirsə, simmetrik dimetil etilen olacaq. D variantı. Metaldır, bax bu metaldır və 2 valentlidir. Onda azot ilə X 2 valentli, azot metalların yanında 3 valentli olur. Kükürt ilə X 2 valentli, kükürt metal yanında 2 valentli olur. X3 2, XS, X3, N2, X. Yox, bu yox. B variantı. 23. Deməli, bu ibarət qarşı protonların mol miqdarı 3 dəfə çoxdur. Proton CH4, H2. Neutronların mol miqdarından 3 dəfə çoxdur. Burada neutronlar. Bilirsiniz, qarışığın hidrogen görə nisbi sıxlığını əgər biz istəyiriksə, yadda saxlayın. Burada məsələ bu qarışığın həqiqi molunu tapmaq deyil. Məsələ bu mol nisbətini tapmaq. Mən fərz edeyim, metanı 1 mol götürsəm, burada neutron olacaq 6. Və protonlar da məcburdur olmalıdır 18 cəm proton olmalıdır ki, bu şərt ödənsin. 18 bölü 6 3 dəfə çox. İndi 1 mol metan götürsəm, neutron 6'dır, proton olur 10. Protonların cəmin 18 olması üçün bu hidrogenlər hesabına 8 mol protondur, hidrogen hesabına düzəldəcəm elə bilin. 4 mol hidrogen götürməliyim ki, protonlar cəmi 18 olsun. Deməli bu qarışığım 1 mol metan 4 mol hidrogendən ibarət qarışıq kimidir. Yəni bu 2,8 də ola bilər, 100-ün 400-də də ola bilər, fərqi yox. Əsas odur mol nisbəti budur. Buradan M ortağını tapsaq 16 plus 8 bölünsün mol cəmi 5. Bu edir 4,8. Hidrogenə görə nisbi sıxlığı istəsə, bir də bu 4,8 hidrogen emerinə bölsə 2,4 B variantı. 24-cü suala baxırıq. Bu milli nitrat iyonları molyar qatlığını istəyir. Baxın, 1 mol bölü litr kalsium nitrat məhlulunda 1 kalsium NO3 2 məhlulunda. Nitrat iyonların molyarlığı 2 molyardır. 2 NO3 mənfi var 200 milli həcmdə və 2 nano3 məhlulunda elə
2 mol bölü litrdə natrium nitrat var. Siz bunları hansı nitrat iyonu var da, hansı litrdə qarışdırmağınızdan asılı olmayaraq, əgər bunların ilkin halda qatılıqları eynidirsə, son aldıqları qatılıq da eyni olacaq. Yəni burada məhlulların həcmləri önəmli deyil. Yox, əgər illa da hesablamaq lazımdırsa, belə hesablayaq. C1V1 plus C2V2 bərabərdir C son V son. C1 birinci məhluldakı nitrat iyonu qatılığı 2-dir, həcmi 200 ml-dir, yəni 0.4. C2 də 2-dir, həcmi 0.6 bərabərdir. C son X, V son da bu qarışan məhlulların həcmləri cəmidir, 0.8 litr. Bunu hesablayaq da, deməli, bu edir 0.8, bu edir 1.2. Bircə dəqiqə. Niyə səhv mən aldım? 2.06 bu 1.2 eləyir. Bu 0.8 eləyir. Məhlulların həcmi 200 ml bu. 600 ml bu. Nitrat iyonlarının molyar qatılığı 2 olmalıdır axı. Bir də hesab mı səhv edirəm? Qətiyyən hesab səhv eləmirəm. Rəqəmlərdə mi problem var? Rəqəmdə nə problem olacaq? Birində 2-dir, ikisində 2-dir, 2 vur. C1 nitrat, 2 vur 0, 0.2 deyə bu. Baxın, 0.4 niyə yazmışam? 200-dür 0.2. 0.4 eləyəcək, bəli. 1.2 vurulsun 0.4, 1.2 plus 0.4, elədir 1.6. Burada 0.8, 1.6 0.8-ə bölsə x bəli 2 eləyəcək. Yəni bunu deyim, hesablamağa ehtiyac yox idi. Hesablamağa niyə ehtiyac yoxdur? O faizli məhlullar kimidir. Məsələn, 20% məhlulla başqa bir eyni maddənin başqa bir 20% məhlul qarışdırsaq, yenə 20% alarıq. Onların kütlələrinin nə olması önəmli deyil. Eləcə də qatılıqda da belədir. 25-ci suala baxaq. Əmələ gəlmə istiliyi ABC-dir bu maddələrin. Onda Q bərabər olacaq. 2C çıxılsın. 2A plus B. Bu da bərabər olar 2C minus 2A minus B. Bu. Və bir də Q müsbətdirsə C B-dən dəqiq böyük bir rəqəmdir. Bu kiçik ola bilməz. Çünki C bunların hasilinin cəmindən də böyük olmalıdır ki, müsbət cavab ala bilər. Buradan C-dən böyük ola bilməz. Böyük olsa mənfi olmalıydı cavab. Ona görə də cavab 2 və 4 B variantı olacaq. Deməli, bu duz maddəsindədir. Maddənin nə olduğunu bilmirik. 16 rabitə elektronu mövcuddur. 16 rabitə elektronu varsa, deməli, 8 rabitə var. A ədədi B ədədinin 75%-ni təşkil edir. A, B-nin 75%-ni. Yəni, B-ni 0,175 B A-ya bərabərdir. Yəni, B vurulsun 100'dür. Bu şəkildə. Bəli. İndi burada da ümumi rabitə, əslində bu tip sualları belə tərtib olması biraz düzgün məntiq deyil. Çünki məsələn biz bunu həll eləyəcəyik. Oksigen indeksi vurulsun valenti ümumi rabitəni verir, amma bütün hallarda bu düzgün vermir də. Məsələn nitrat duzlarında, hipofosfit, fosfit duzlarında bu düzgün vermir. Ona görə elə bir şərt də verməlidir ki, onların olmadığı bilinsin və məsələ həll olunsun. Yoxsa məsələ həll oluna bilməyəcək. Onları da götürməsək, onları da işə qatsaq, məsələ həll olunmayacaq. Artıq belə bir uzun qeyri-adi məhsula doğru uzanan yollar olacaq. Nəysə, hər kəs sual yazır və məcbur sanki onun nə düşündüyün, yəni qeyri-standart suallar hal-hazırda ortamda çoxdur.
qeyri-standart suallar. Yəni belə baxırsan müəllimin reklamı var, super dəhşət, əla. Yazıb qeyri-standart sual. İndi ürəyində nəsə tutub, onun kefi nəsə istəyib. Bir yerdə bu qayda ödənir, başqa yerdə ödənmir. Heç kefinə də almadan bir sual yazıb. İzah eləyəndə olursan, bu necə izah oldu? Eləməyəndə olur, bu izah eləyə bilmədin. Sual gələ, belə deyək, bütün şərtləri ödəməlidir ki, doğru cavab daha belə ürəkdən izah eləyə biləsən. Nə? Yəni məsələn mən bunu izah edəndə fikirləşirəm ki, bunu nəzərdə tutub eləyə bilər, başqa bir şey ola bilməz. Bu cür. Nəysə. İndi 2B A ədədi B ədədinin 75%-ni təşkil edir. Nəsə bunu bildik. 2B 8-ə bərabərdir. B bərabərdir 4. B-nin bu qiymətini burada qoysaq 0,175 vurulsun. 4 eləyir 3. A deməli 3 oldu. A plus B cəmdə 7 olur. 27-ci sual deyir. Reaksiya daxil olduğu maddələr bu maddə hansı turşu ola bilər? Məsələn, nitrat turşusu burada fikirləşsək, nitrat eyni güclü olacaq. Eyni güclü turşu duz reaksiyasında reaksiya girən duz həll olan, alınan duz çöküntü olmalı ki, reaksiya getsin. Amma kalium nitrat çöküntü deyil. Deməli, X duz ola bilməz. İkincidə, əgər bunu sulfat götürsək, sulfat qatı sulfat kalium nitratdan nitratı sıxışdırıb çıxarar, bu ola bilər. Amma burada Z2 xlorid turşusu düşünsək, xlorid sulfatı duzundan çıxara bilməz. Həm də çöküntü də alınmır ki, bu reaksiya axıra qədər gedə ola bilməz. Ola bilər yalnız Y variantı. 28-ci sualda doymuş bir atomu spirtin 15 mol yanmasına alınan suyun kütləsi. Doymuş bir atomu spirtin H2+2 oldu. Burada sudan filan söhbət edir. Mən bir dənə bunu belə eləyim. Neynədim? Daha soldan yazım. N mol CO2, N plus 1 mol H2O, 3'ün 1,5 ində oksigen sərf olunur. İndi 0,5 molun yanmasına alınan suyun kütləsi əgər oksigen kütləsindən 20 qram azdırsa 1 molu 42 qram az olacaq. Baxıram mən 1 mola görə, görürəm ki, reaksiyama oksigen sərf olunur 1,5 N O2, yəni 48 N qram. Su alınır 18 N plus 18. Və bu su bu oksigendən 42 qram azdır. Deməli, suya 42 əlavə eləsəm, oksigenə bərabər olar. 30 N bərabərdir 60, N də bərabərdir 2. Deməli, spirt etil spirt imiş. Etil spirti molekulu da C2H5OH-dır. CH rabitələr burada karbona birləşən hidrogenlər 5 dənə olacaq. Cavab C. Bax, gör, spirt molekulunda deyir. Bax, düzgün yazılış budur. Amma yuxarıdakı suallarda məsələn nə deyirdi? Spirtdə desək ki, neçə CH rabitəsi var? Bu artıq düzgün şərt olmayacaq. Mən nə bilim, spirtin neçəsinə görə baxacaq. Bu şəkildə. Molekul deyəndə bəli, bir formula görə baxacaq. Bu hidrogeni götürmürük, bu oksigenə bağlıdır. Hansı doğrudur deyir. Maddə 1, 2, 3. Kimya rabitələrində iştirak p orbital sayı falan filan. Velocit biləndə bildiyimiz kimi 2, 1, 3 idi. 3 pi var. Deməli, 3 pi hər pini də 2p orbital yaradırsa 6p orbital olacaqdır. Velocitinə uyğundur bu. Pentində 2pi var. 2pi var, 3 qatdan 2pi. 2pi-də 4 hibrid orbital. Bu da düzdür. Bu tində də 2pi var. O da 4 hibrid 4p orbital eləməlidir. Bu səhvdir. Doğru cavab 1, 2, D variantı. 30-cu sual. Diskli alkan moleküllər rabitənin yaranmasında iştirak edən S orbital 10-dursa, deməli bu C5H olur. S elektronlar, S orbitallar hidrogenlərdir. Hidrogen atomlarında 40%-i 2-1 izotopdur. Yəni 4 dənəsi. Yəni C5, H 1-1-dən 6 dənə, H 2-1-dən 4 dənə, bu da 12-6-dır. Elə bir göstəricilərin yanına yazdım da. Neytron sayını istəyirsə, neytronları göylə 6, 0, 1. 6, 6'ın 36 plus, bu neytron vermir, 1, 4'ün də bu 6'ya vurmamalıydı. Mən görürsünüz, bax, səhv elədim. 6'ı 5'ə vuracam, 30 plus 4, 34 olacaq molekulunda. Sonra 31, eyni miqdarda reaksiya belədir. Deməli, x plus 2y 3z.
Bunlar eyni mol miqdarda götürülsə AA götürək və deyir, əgər X maddəsinin 80% tarazlıqda olarsa, yəni reaksiyaya girməyibsə, 0.8 A-sı reaksiyaya girməyib, onda 0.2 A-sı reaksiyaya girib. Onda bu mol nisbətinə görə Y 0.4 A reaksiyaya girər və Z-də 0.6 A alınır. Z-in tarazı 0.6 olacaq, bu da 0.6 A olacaq. Qabın həcmində 2 litrdir. Hər tərəfi 2-yə bölsək, bu edir 0.4 A tarazlıq qatlığı, 0.3 A tarazlıq qatlığı, 0.3 A tarazlıq qatlığı. K da bərabər olar 0.3 A-nın kubu bölsün 0.4 A vurulsun 0.3 A-nın kvadratı. Bunun kubu bunun kvadratını tamamilə aparar. Yerdə qalar 0.3 A bölünsün 10.4 A. Bu da 0,75 taraz sabit eləyəcək. C variantı. 32-ci sual. X elementi 3/6 A qrupunda yerləşirsə, deməli bu S-dir də küçürdü, 3S2, 3B4. Nəyi bilə bilirik? Atom qısa elektron formulunu bildik. Atomun elektron formulu elə qısa elektron formulu. Ən kiçik M öksüzləşmə dərəcəsində bilirik. Kütlə ədədin üçün neytronları bilmədiyimiz üçün tapamırıq. Neytronu da onsuz da bilmirik. C variantı. Təcrübə 33-cü sual. Təcrübələrlə sabit olub ki, bu nəsə. Bu tip suallarda biz reaksiyanın mol nisbətini tapmalıyıq. Məsələn, birin sabit saxlayıb obrazın sürət dəyişməsinə baxın. A sabit qalıb. B 2 dəfə artıqda sürət 8 dəfə artıb. Yəni 2 üstü neçə 8 eləyər? 3 eləyər. Deməli B-nin əmsalı 3 imiş. İndi ikinci ala baxaq burada. B sabit qalıb. A 2 dəfə artanda sürət 4 dəfə artıb. 2 üstü neçə? Yəni 2 dəfə qatlıq artanda sürət 4 dəfə artıb. Yəni 2 üstü neçə 4 eləyər? 2 üstü 2 4 eləyər. Demək A-nın əmsalı 2 imiş. Sürət sabitini hesablayın deyirsə, buradan istənilən birini götürün. Bax, məsələn, bunu götürək. 0,01 bərabərdir. K vurulsun. Qatlıq 10/1. A üçün 10/1-in kvadratı vurulsun. 10/1-in kubu. Və buradan K-nı hesablayacağıq. 0,01 bərabərdir. K vurulsun. 10/1-in kvadratı eləyir 100/1. Bu da 0,001 eləyər. Kubu. Bununla bu getsə burada 1 qalar. Düz hesabladım. Desən səhv hesablayıram. Bu kvadrat. Kalkulyator istifadə. 10/1 vursa 10/1. 100/1 və 10/1. 1000/1. Sürət sabiti də budur. Bəli. Heç nə düz hesablamışam. Heç bir problem yoxdur. İndi 1 bərabərdir 0,001 K-dırsa, K bərabər olacaq 1 bölünsün 0,001. Bu da 3 dənə vergül gətirsə 1000 eləyər K-nın qiyməti, yəni 10/3 eləyəcək. Cavab B variantı. Şifahi hesab biraz görürsünüz ki, adam səhv eləyə bilər, ona görə kalkulyatorla da yoxladı. Biz 2 xloridin hidrolizi üçün aralı məhsul kimi turşduz əmələ gəlmir, çünki bu qüvvətli turşudan əmələ gəlib, zəif əsasdan. Deməli, əsasi mühit əmələ gələcək. Ona görə bu səhvdir. pH kiçik 7 olur. Yəni turş mühitdir. Bəli, qüvvətli turşudan əmələ gəlir. Düz. H-xlor hidrolizi sürətləndirər. Xeyr, çünki H-xlor hidrolizi zəiflədər. Niyə görə? Turş mühit yaranır. Bir də götürür orada turşu əlavə edirik. Turş mühitdə də turşu hidrolizi zəiflədər. Hidroliz dönən prosesdir. Biz mühiti yaradan maddə əlavə eləsək, reaksiya əksinə yönələr. Ona görə bu səhvdir. Su hidrolizi sürətləndirir. Bəli, su hidrolizi sürətləndirəcək. Çünki bunun hidrolizinə su ilkin maddədir. Reaksiyada ilkin maddə əlavə etsək, taraz sağa, yəni hidroliz istiqamətinə yönələr. 2 və 4 D variantı olacaq. Deməli, mol sayı, molekul atom sayı, 2 mol amonyakda amonyak NH4 molekulda atom sayı amonyakın həmişə 4-dür. Bunun moluna bağlı deyil. Yaxşımı?
Deməli bu da 4 atomlu olmalıdır. Şərt ödənmir. Sual səhvdir. Bilirsiniz niyə? Baxın, məsələn, deyirəm NH3. Eləmi? Bunu 2 mol verirəm. 2 mol verim çox qəşəng. Bunun 2 molunda 8 mol atom var. Amma molekulunda 4 atom var. Yəni, molekul deyəndə mən bir formula görə baxıram. İstəyir bunu 2 mol versin, istəyir 500 mol versin, istəyir 100 mol versin, istəyir sırtdan %25 mol versin. Qətiyyən əlaqəsi yoxdur. Aydınmı? Ona görə bunu molekul sözünü silirəm. Yəni bunun 2 molundakı atom sayı bunun 1 molundakı atom sayına bərabərdir şərti ilə baxmaq. Yəni sualı yazın belə yazmaq istəyir. Amma yəqin ki ya diqqətsizlikdənmi, ya bilgi əskiliyindən səhv yazıb. Nəysə, 2 mol amonyakda 8 mol atom var. Demək bu da 8 olsa, bura görə 4 olur. H3PO4. İndi 1 mol ortofosfatı da tam neytrallaşdırmağa 3 mol natrium OH sərf olunar. 3'ü 40'a vursaq 120 qram elə. Bilirsiniz, bu sınaqda buna qədər olan suallarda standart belə deyək, model tipli və yaxud DIM tipli, bəzən güvəndən olan suallar idi. Amma sırf baxın bu suallar artıq müxtəlif kursların, müxtəlif müəlliflərin suallarıdır ki, onlar da çoxlu səhv çıxır. Yəni belə bir problemlər var. Müəllif suallarında bəzən görürsünüz ki, belə səhvlər, belə çatışmamazlıqlar olur. Mən də bacardıqca, yəni diqqətimi cəlb edən qədər və yaxud belə deyək də bilim səviyyəsində səhv olan yerləri düzəldərək izah edirəm ki, sualı siz düzgün formada görəsiniz və düzgün formada görəndə bunu necə eləmək lazımdır biləsiniz. 36-cı sual. Azot və hidrogendən ibarət 3 milli qaz qarşı reaksiyasından sonra qabda 240 milli üçün neçə faz reaksiya daxil olub? N2 plus 3H2. 2NH3. Azalma ilə baxacaq. 300-dən 240-a gəlibsə, deməli 60 milli azalma var. Bu reaksiyaya görə 1, 3, 2 milli azalma olurdu. Və 2 milli azalmada ümumi qarışıq 4 milli reaksiyaya girəndə 2 milli qarışıq azalma olurdu. Bəs 60 milli azalmanın olması üçün neçə milli qaz qarışığı reaksiyaya girməlidir? Bu deyilir 120 milli. Deməli ilkin 300 milli qarışıqdan 120 millisi reaksiyaya daxil olur. Neçə faiz edir? Bu da 120-ni 300-ə bölüb 100-ə vursaq, bu da 40 faiz edir. 12-ni 3-ə böləndə 40 edir. 37. Metilin qruplarının sayı maksimumdursa, mən belə yazıb xlorları buluca qoyacağım. Deyəsən, çox xlor karbon yazdım. Metilin niyə verir? Çünki metilin CH2. Belə yazsam maksimum. Sinklə də bu disklopentan verər. D variantı. Sonra 2 sual qaldı. Çox yorucu olur izahlar. Bəli. Sıxlığı bu qədər olan, bu qədər milli. Neytrallaşma məsələlərində mola gəlir həmişə. Baxın, bu milli sıxlıq, bu milli həcm eləyir kütlə, məhlulun kütləsi eləyir 112 qram. Və onun içində 10% kalium OH var. Bu 112'nin 10% eləyir 11,2 qram kalium OH. Bu da MR 56'dır deyə 0,2 mol kalium OH eləyir. Deməli 0,2 mol kalium OH-ı neytrallaşdırmaq üçün sərf olunan sulfat turşusundan söhbət gedir. Kalium OH sulfatla neytrallaşar. 2'nin 1'ə. H-OH tam bərabər olmalıdır. Tam neytrallaşdırma deyir də bəli. İndi 0,2 mol kalium OH neytrallaşdırma 0,1 mol sulfat lazımdır. Deməli bizə lazım olan sulfat 0,1 mol H2SO4'dür. Və bu sulfat turşusu məhlulunda H müsbət iyonların molyar qatlığını hesablayın. Biz sulfatın molyar qatlığını hesablasaq, sulfatın molun, onda biri, bölərik məhlulun həcmi 0,4'də. Bu eləyər 0,125 mol böl litr. Bu sulfatın molyar qatlığıdır. Eyni qatlıqlı sulfat, yəni sulfat məhlulundakı qatılıqla oradakı H müsbət iyonların qatlığı 2 dəfə fərqlidir.
Çünki H müsbət ionların sayı 2 dəfə çoxdur sulfatın öz molundan. Ona görə H müsbətin qatlığı 0,5 olar B variantı. 39. Deməli, bu da demin qəbul sınaqlarından olan bir sualdır. F plus C olacaq. 3, 3, 2. 80 qram bu, yəni 0,5 mol. 6 mol bu. Birin 3-ədirsə, tam sərf olunan dəmir oksid olacaq. İndi reaksiyaya dəmir oksid 0,5 giribsə, CO-dan 1,5 mol sərf olunur. CO2-də 1,5 mol alınır. Reaksiyadan sonraki qarışıqda 4,5 mol CO var, 1,5 mol da CO2 var. Reaksiyadan sonraki qarışıqda karbon dioksidin həcm payını istəyir. 1,5 böl. Cəmi mol 6 vurulsun 100. 40%. Yox, 25%. 25%. E variant. 40-cı sual. Etanolun istilik törətmə qabiliyyəti bu qədərdir. Yəni, istilik törətmə qabiliyyəti nə deməkdir? Yəni, 1 kiloqram, yəni 1000 qram etanol tam yanında 30.000 kilojoule istilik ayrılır. Etanol yanma istiliyi. Yanma istiliyi 1 molun yanması zamanı ayrılan istilikdir. 1 mol etanolun kütləsi 46 qramdır. Biz də deyəcəyik, bəs 46 qram yansa nə qədər istilik ayrılır? 3 vergül buradan, 3 vergül buradan. 30'u vuracağıq 46-ya. Bu da eləyəcək 1380. Cavab D variantı. Bəli, növbəti bir testin sonuna gəldik, izahın sonuna gəldik. Gördüyünüz kimi suallar nisbətən ağırdır, daha öyrədicidir, səhvlər var, bəli, xətalar var, bacardıqca düzəldib, izah elədik. Yəqin ki, faydası çox olacaq sizə. Bunu elə ümid eləyərək, sırf sizə faydası olacaq, ümid eləyərək bu sualları belə ürəklə izah eləməyə çalışıram ki, sertifikasiyada, miqdə qabağınıza çıxanda çətinlik çəkməyəsiniz. Bu qədər, sağ olun.